Firuzə Babayevanı Usta Turala qısqanıb çəkiliş meydançasına qəfil gələn bu məşhur xanımın kimliyi birazdan. Məni elə xanımlarla çəkilişəmə nə olur? Vallahi məni qısqanma. Onun işi budur. Xanım gördüsə işi yox. Üzümdə min dənə maskam yoxdur. Üzüyüm əməlimdə də əsas məsələ. Sevgisini etiraf edən xanıma Usta Turalın cavabı nə olacaq? Bir dənə tamaşaçıların qarşısında və canlı yayımdadılar hal-hazırda sənin də Yox. motoristlərin sevgini etiraf eləməyə cəsarətin varmı yoxsa yox? Videoya keçməzdən öncə bu cür videoların davamının gəlməyini istəyirsinizsə, videonu bəyənməyi və bildiriş butonunu açmağı unutmayın. Hər vaxtınız xeyir, Mağazin Pulsun daimi tamaşaçıları, mən Əbdülisayevin təqdimatında avtomobildə rubrikasına baxırsınız. Bu həftə qonağım çox dəyərli dostum, sizlərin də çox yaxşı tanıdığı gənc və gözəl, istedadlı bir xanım müğənni Firuzə Babayevadır. Firuzə necəsən? Sağ ol, sən necəsən? Sağ ol. Nə yumurta Sən yeyirsən? gələnə qədər yeyim ki, biraz iştahım. Elə bilməz qaynanma yumurtadır. Elə ondan 5 betərdir o. Gəl içindən nə çıxar bəlkə. Nə çıxdı səncə? Robot. Mən tünadı robotlar. Əbdül sənə də verim də. Bir apararam uşaqlara. Yox, bir dənə. Sənin üçün verirəm də. Bir Bayaqdan dənə. hamıya paylaş. Yox, paçkanı ver apararam uşaqlara. Təbii. Ha, Mən verə bütün. bilmərəm. Niyə? Çünki özüm bunun xəstəsiyəm. Bəs daz yedə, şişə gedirsən. Mən həyatım boyu 37 yaşım var, hələ bilmirəm diyet ona nə olan şeydir. Bəlkə düşəsəm Yeyirəm, içirəm. avtomobildən. Qoy bir dənə yumurtamı yeyim də, işte şəkərim düşüb. Sən də şəkər tapmısan? Səncə bu show biznesin şəkər yox, hər şey tapmaq olur. Sən özün şou biznesin şəkərisən. Oy Allah. Əbdül deyirəm bu 6 il bundan öncə yadındadır da. Bəli, yadımdadır. İlk klipimi çəkən Əbdül. Sən mənə de görüm. İstədiyinə çata bilmirsən yoxsa hələ çat? Təbii ki. İnsan nə arzulayırsa ona çatır, ondan da daha gözəlini arzulayır. Amma mən xoşbəxt insanam ki, Əbdül 6 il bundan öncə sənə demişdim. Demişdim ki, inşallah heç kimin köməyi olmadan özüm cırmaqlaya hara gedə bilsəm gedəcəm. Firuzə Babayevanı Usta Turala qısqanıb çəkiliş meydançasına qəfil gələn bu məşhur xanımın kimliyi birazdan. Məni elə Xanımlarla çəkilişəmə nə olur? Vallahi məni qısqanma. Onun işi budur. Xanım gördüsə işi yox. Üzümdə min dənə maskam yoxdur. Üzüyüm əməlimdə də əsas məsələ. Sevgisini etiraf edən xanıma Usta Turalın cavabı nə olacaq? Bir dənə tamaşaçıların qarşısında və canlı yayımdadılar hal-hazırda sənin də Yox. motoristlərin sevgini etiraf eləməyə cəsarətin varmı yoxsa yox? O sözü kiməsə dezdirmirəm ki, mən Firuzənin əlindən dartdım, mən Firuzəyə dəstək Yaxşı oldum, o yerdən, söz demirlər. Yaxşı yerdən özün toxundun. O vaxtda deyirdin ki, bir sponsor olsaydı mənə də Hı, indi sponsorluq deyirəm. eləyərdi. İndi deyirəm. Varmı? Yox. Yoxdur hələ də. Yox. Sənin düşüncəndə sponsor kimdir? Mənim üçün sponsor o demək deyil ki, həyatında sənin bir insan olsun, o sənə adı sənin üstündə olsun. Firuzə, sən necə qəbul elədilər ilk sənətə sən gələndə? Qəbul elədilərmi daha doğrusu, yoxsa hələ də qəbul eləmirlər? Kimdən söhbət gedir? Yəni show biznesdən? Hədə öz sənət dostlarından. Əslində paxıllıq çoxdur. Həqiqətən də paxıllıq çoxdur. Bu da məni çox sevindirir. Heç oldumu ki o dövrlərdə məsələn gedirdin ilk toylara gedəndə də o özün dedin 6 il öncə başlayanda deyirdin ay Əbdül mən necə toylara düşəcəm, necə gedəcəm toylara. Bəli. Amma şükür Allah bu gün hər gün toydasan. Bəli, şükür O Allaha. təzə başlayanda, təzə toylara gedəndə heç oldumu ki, o səndən öncə başlayan sənət yoldaşlarının yanında mikrofonu aldın əlinə oxumağa, sonra bir anlıq özündə düşündün ki, ay Allah, mənim burada nə işim var ay Firuzə? Yox. Heç o haqqda düşünməmişəm. Hətta mən bu sənətə gələndə belə düzdür, indi bir dəqiqə mənə dəstək dururlar, amma o vaxt mən bu sənətə gələndə dedilər ki, olmaz.
Yəni bu sənət sənlik deyil. Firuzə Babayevanı Usta Turala qısqanıb çəkiliş meydançasına qəfil gələn bu məşhur xanımın kimliyi birazdan. Məni elə xanımların çəkilişə mən nə olur? Vallahi məni qısqanma. Onun işi budur. Xanım gördü siz yox. Üzümdə min dənə maskam yoxdur. Burada üzüyüm əməlimdədir əsas məsələ. Sevgisini etiraf edən xanıma Usta Turalın cavabı nə olacaq? Bir dənə tamaşaçıların qarşısında və canlı yayımdadılar. Hal-hazırda sənin də motoristlərin sevgini etiraf eləməyə cəsarətin varmı yoxsa yox? Bu aliment məsələn var idi. Bitdi yoxsa hələ davam edir? Təbii ki, bitdi. Mənim oğlumun bu dəqiqə 21 yaşı var, əskəri bitirib gəlib. İkinci oğlumun 17 yaşı var. O söhbət qutarıb. Yəni mən yeganə müğənniyəm ki, artist deyiləm. Yox, artist deyiləm. 200'lü deyiləm. Üzümdə min dənə maskam yoxdur. Allahdan gizlinim yoxdursa, siz bəndələrdən də gizlinim yoxdur. Tural gəl orada çox səs eləyirsən. Bu bizim Tural ustadı, xoş gəlmisən. Gələndən bayaqdan fikir verirəm. Kamera arxası yəqin ki, operatorumuz göstərməyib, tamaşaçılar görmədi. Amma mən görürəm, bayaqdan gözüm səndədir. Çox səs-küy eləyirsən. Ona görə də dedim, vaxtında gələsən. Sizin gözünüz niyə Firuzə xanımda olmur ki, məndə olur? Bu xanım burdadır da. Firuzə xanımı mən neçə illərdir tanıyıram. O vaxt dedim, yəni bu gün burdadır da xanımla danışın da qardaş. Ya Firuzə mənim əziz dostumdur. Allah yaxşı olsun, olsun bizim də dostumuz. Biz bu gündən sonra mənlə dostum olarsınız. Necə niyə çağırmısınız? Niyə çağırmısınız məni bura ki? Firuzə xanım maşallah olsun bu işlərin hamısını bilir. Mən xanımın hansı maşını yoxlayacağam. Mən gəlməmişdən bax amma mənə dedilər ki, xanım başqa maşınlar olub. Yəni O keçmişdə olub. Elə. Hə, keçmişdə olub. Prus olub, sonra. Prus deyəndə ki, mən 3 il maşın alverindən məşğul olmuşam. Hə. Yox, adamlı deyiləm. Haralsız. Amma birinci o sualı verir, nədənsə bilmirəm. Xanım bir an maşın alverinə məşğul olmaq, o potensial deyərəm ancaq o tərəfdən olar da, yəni. Belə maşın alveri deyil. Tır da sürüb. Maşın alveri ilə məşğul olub, tranzit yük daşımalarla məşğul olub. Bəli, tırları var idi, özü sürürdü. Bizim xanımlar olsa deyər gətirin yeyim, üstümə örtün yatım. Halal olsun. Elə bax mən bunu ona görə deyirəm ki, elə bayaqlar Əbdüllə söhbət edirdim. Bəzən insanlar var ki, orada çox şeylər yazırlar göyə də, yəni kimsənin gözündən salmadan ötürü. Vallah mən həmişə deyirəm. Elə qadınlar var ki, Hasan yola əl atırlar. Bəli, üzr istəyirəm. İndi tır lazım olsa biz müraciət edə bilirik xanımlar. Yox, o söhbətlərin hamısını bitirmişəm. Show biznes özün bilirsən ki, bu sənət çox pul aparır. Onu çatdıra bilmirəm deyə və istədiyimə gəlib zamanında çata bilmirəm deyə. Çünki indi daş atırsan müğənni yox, müğənniciklərə dəyir. Sponsorluq eləmək istəyirsən. Gördün? Gördün Əbdül, bax elə tapıldı. Özbəkdə niyə eləmir? Eləyək. Tapıldı. Başa düşməmiş də nə baş verir burada? Sən sevdin Sən Məni elə xanımların çəkilişə mən nə olur? Mənə nə olur? Nə olur? Nə məsələdir? Vallahi məni qısqanma. Kimi qısqanırsan? Tək sizi qısqanmaq yox. Onun işi budur. Xanım gördü Bu siz işi yox, Əbdülün işi budur. Yox, sənin işin budur. Sənin işin budur. Əbdülün işi budur, düzüb qoşun. Mən bildim o tərəf. Günel, özdəki yəni heç vaxtda etiraf eləmir. Heç vaxtda boynuna almır. Hər yerdə deyir ki, subayam. Subayam da. Həyatında bir xanım var axı Firuzə. Yəni bu yanlış məlumat ötürür axı. Neynədir ki, burada Üzüyüm əməlimdədir əsas məsələ. Mən də dəstək ola bilərəm, narahat olma. Bərabər sponsorluq eləyə bilərik. Amma ortada pis olanlar oldu da. Toyumuz olmayıb da. Toyumuzu da təmənnasız mən aparacağam. Yox, Heç olmasa yaxşı. Sevgisini elan eləyir. Bəli, bəli. %100. Bəli. Niyə tanımır? İşi üçün lazımdır da, indi lazımdır arada. Sən bu çox boş. Heç nə olmaz, mən ona güvənirəm. Məncə çox güvən. Yox, yox. Bir dənə tamaşaçıların qarşısında və canlı yayımdadılar. Hal-hazırda sənin də motoristlərin sevgini etiraf eləməyə cəsarətin varmı yoxsa yox? mən ona etirafım eləmişəm, etdim. Mənim sözüm bax buna aid. Bir də istədim biraz qalmaqal ola bunların ikisinin arasında. Mənlə mümkün deyil. Mənlə mümkün deyil qalmaq. Alınmadı. Mümkün deyil deyən. Valla mənə sataşırlar. Səndən Bax, oldu. gözüm məni tanıyırsan. Səndən bir qalmaqal olmuşdu. Heç nəyin üstündə bu qalmaqal baş verdi. Deyək ki, əvvəldən plan indi bilirsiniz axı biraz efirlərə çıxırlar, bir-birinə sözləşirlər ki, mən sənə söz atacağam, sən mənə cavab verərsən. Elə bir söhbət də olmayıb. Əslində mənə reklam lazım olsaydı, valla mən mehriban, yəni hansı dərəcədə müğənnilik ki, mən onu özümlə reklam edeyim.
Və yaxud da ondan qalma qalma. Yəni sən düşünürsən ki, Mehriban o dərəcədə müğənni deyil də Təbii sən. ki, yox. Mənim ətrafımda əməkdar xalq artistləri var. Ki mən bu günlər dostam onlarla. Əməkdar xalq artistləri ilə bir qalmaqal eləmək nə dərəcədə düzgündür ki? Belə pis çıxmasın. Birinə xahiş eləyirəm, deyirəm ki, mən belə bir şey eləmək istəyirəm. Gəlin mənə dəstək olun. Gəlin sizlə ikiniz də buradayıq ki. Sizlə bir dənə kiçik bir oyun oynayaq. Oynayaq. Mən sevirəm oyun oynamaq. Nə qaç o tərəfə gəl. Ona qədər mən maşına işim. Ya kiçik bir oyun oynayaq. Aha, nə oyun oynayacağıq? Yəni Tural da müğənni olmaq arzusundadır. İstəyirəm. Burada da yoxlayaq. Ha, yəni Firuzə də artıq peşəkar bir müğənni sayılır. Bəli, peşəkar. Mən peşəkar müğənninin yanında nə oxuyacağam? Deyəcəklər özü biabır Mən elədim. sözlər deyəcəm. Tamam, denə. Sözlər deyəcəm. O sözlərə uyğun olan mahnını ən birinci kim oxudu? Hə. Uduzan, Aha. yox, əstəğfurullah, udan uduzana cəza verəcək. Mən udmağım çətin məsələdir. Yəni də Müğənni olmaq o demək deyil ki, hər sözə uyğun mahnı bilir. Mənə cəza verirsiniz, verin. Qəbulumda oynayaq. Oynamamış razılaşır. Günel xanım, nə olsun ilk söz? İlk söz sevgi olsun. Sevgi. Və vaxt getdi, sayıram. Sevən mərd olar, Sevməyən sevən namərd olar. Şey, Sevgidən başladısa, ikinci sözdə olsun ayrılıq. ayrılıq, ayrılıq, yaman ayrılıq. Siz nə söz deyirsinizsə, xanımın maşallah səsi var. Oxuyacaq, deyən nəsə deyəcək, o deyib başladı zümzüm eləməyə. Oldu mahnı. Tamamını sən oxu. Mən bilmirəm. Kaman ayrılıq, orası yadımda qalıb. Bu 2, 0. Bu 2-0 olsun. Boynuma alım ki, xanım Pirusdan, tırdan, buracan gəlib çıxıbsa, məşhur müğənni gəlib olubsa, o yumurtaları da dünən udubsa, mən uduzmuşam. Mən qəbul edeyim. Cəzamı yüngül edeyim başınıza dönə. Firuzənin yaxşı nərdə oynamaq qabiliyyəti var. Nerede oynayırıq? Yəni çox yaxşı domino oynamaq bacarığı Üzr istəyirəm, var. mən kişi xeyirəm. Mən hələ nerede oynaya bilmirəm. Mən öyrədərsən nerede? Öyrədərəm. Amma sevgilinlə bərabər gələrsən öyrədərəm. Yaxşı, davam eləyək. Mhm. 2 söz oldu da. İki, Üçüncü söz olsun gözəllik. Gözəlliyin başıma bəladır. O Var nədir? elə bir şey. Yoxsa yoxdur? Bu hansı? Məlikə Sədovanın mahnısı. Bu gözəlliyin. Oxuda biraz. Oxumalısan, mən deməyə nə var ki? Hə. Bir yerdə oxuyaq. Mən o bilmirəm. Gözəllik, gözəllik işığında. Məlikə Sədovanın. Hə, hə. Nə hə? Amma Belə bir şey. sözlərini bilmirəm. Elə orasını bilirəm. Ay işığında, Ya. nə bilim nə. Elə bir şey olmalı idi. Yaxşı, Bir, iki. 2 1. Dostluq. Niyə bu dostluq? Dost dosta təngələ gəlməsə də. Dostum, dostum. Canavar Mən dostum. sizə qabaq dedim. Yaman Dost dərindi. dosta təngələr. Onu dost dosta təngələrlər. O atalar misalıdır. Olmaz atalar misalı deyim. Atalar Yox, misalı demək mahnıdır. olmaz. 3-1 Firuzənin xeyrinə Olsun. olduğuna görə Yoxsa ona qədər oynayırıq. 5-ə qədər bəs. Məncə 5-ə qədər bəsdir. Mən bunu göndərim bir dənə mağazaya. Getsin 20 dənə yumurtanı alsın, gətirsin. Bununla da raşot olaq. Mağazin var burada açılması. Tapılar, narahat Tapılar, olma. yaxşı. Tapılar. Firuzə cəza gedib yumurta alıb yazsın. Bax bir şey deyim sənə. Məsələn, bax dünənlərdə mənim söz ağzımdan çıxırsa, onun ağasıyam. Bilirəm. Kimsə də sözü ağzından çıxardırsa, mən xoşlayıram ki, o sözün üstündə dursun, arxasında dursun. Bax dünənləri xanımı 60 manatlıq ziyana salmışam. Uduzdu, alıb gətirməlidir. Mən ziyanım Anında. deyil. Dedi sabah alaq. Dedim yox, bu gün Bu gün. almalısın. 3-1 də hələ. Hələ 3-1-də oynayaq. Oynadıq. Hə. Yaxşı, davam Siz edək. mənə gətirmisiniz. Müğənni xanımdan mənə deyirsiniz ki, gəl mahnı oxuyaq. Mahnı oxumursan, maşında mahnı qulaq asmırsan. Asıram. Ən azından oradan bilə bilərsən. Tamam, yaxşı getdik. Özdə deyirsən ki, sevirəm. Sevgiyə aid bayaqdan deyir. Hə. Bir dənə ayrılığa aid bir şey dedi. Deyə bilmədin sən bir dənə o mahnılar sevgiyə aid, məhəbbətə aid. Onda sevmirsən sən. Davam eləyək Evet. başqa nə söz? İkisi qalıb da. İkisi qalıb. Yol. 3-1-dir. Bu uzun Yolla. Yolların yorursa məni. Yumurta var, belə harda tutarlar? Gedəmədin. Yumurta harda var burada? 4-1. Düz Birini də başlamışdın, de. ne Tamam, tural? olar, yaxşı. Tarkanın mahnısı başlamışdın demədi. Uzun incə bir Yoldayım. yoldayım. Bir dənə oxu da, heç olmasa birini oxu görək. Nə oxuyursan? Ümumiyyətlə hansı mahnını oxumusan indiyə qədər? Bir dənə oxu. Mən zümzüm eləyə bilərəm. Gözə hamısı. yadına Mən ürəyimdə düşüb sənin. İndi yox, bu indiki müğənnilər var, müğənni yox, müğənniciklər də. Bəli. Onlar kimi oxuya bilər. Son sözümüzdə olsun maşın.
Maşın çehisi var gəlinimin, ay gəlinimin. Get yumurtaları al gətir. Baş. Bax qoyaq, baxla getsin alsın, yoxsa Bu- belə sərbəst Buranı olsun. elə də çox tanımıram. Yalan deyirəm, burada market haradır. Burada Sənə biz verilişi qutarana qədər al gətir. Bəlkə bir dənə də yumurta sən alım. Toyuq yox. Sən çikolata yumurta salsam olar buna? Amma- Tural, Maraqlı o olar. kənd yumurtası Kənd olsun da. bax gedirəm valla. Sizin üçün kənd yumurta salacağam. Bunları burada Əbdül, saxlayın. Əbdül yox. Xahiş edirəm. Burada nə qədər qazanırsan belə aylıq? Valla min şükür. Nə bilim, mən bir şey deyəm. Bəs. Ay maşallah, bu Hə, nədir? burada yəni yorğandır, Ay xalçadır, Allah. adyallardır, üşüyəndə üstümə atıram. Gəl Tural, gəl. Aldın Aldım. gəldin. Cəzalı Deməli çəkdin. xanım deyir ki, mən Aha. sözümün ağasıyam. Yəni xanım sözünün ağasısa biz nə olur? Biz Aferin ayıb sana. olar ki. Çiğ yumurta, kənd yumurta. Buna sən almışam. Kənd yumurtasıdır bu. Bu çiğ yumurtadır. Səhər qlazok eləyərsən. Şey, Uzmaq mənə yumurta. 143 manata başa gəldi. Bəli, elə. Hələ 70 qəpik də var orada. O da sənin halal xoşun olsun. Bu bir, Ay maşallah, nə Bu qədər iki. almışsan. 20 dənə demişdim də. 24 dənə almışam. Sənə təşəkkür edirəm. Əziz tamaşaçılar, sizlərlə isə sağollaşıram. Növbəti həftə görüşmək ümidi ilə.